Salam əziz şagirdlər. Bu videoda 29-cu sinif buraxılış toplusundan bir məchullu tənliklər və məsələlər mövzusuna aid testlərin davamını verirəm. 57-cidən testdən başlayaraq və ardıcıl izahlar verəcəm. Bir xahişim var. Əvvəlcə hər sualla özünüz həll edin. Sonra pauzayı qoyub mənim izahımla müqayisə edin. Bu üsulla həm öz səhvlərinizi görəcəksiniz, həm də mövzunu daha möhkəm mənimsəyəcəksiniz. Hazırsınızsa başlayaq. 57-ci test. Yenə də xətti tənlik görürük və o xətti tənliyi həll etmək üçün yazaq 12x minus 3 mötərizə bağlandı. Çıxılsın digər mötərizədə 8x üstəgəl 5 mötərizə bağlandı. Bərabərdir 32. Bu tənliyi həll etmək üçün yeni mötərizələri açırıq. 12x çıx 3 çıxılsın 8x çıx 5 bərabərdir 32. Oxşar hədləri islah eləyək. 12x çıx 8x bizə verir 4x-i. Mənfi 3 çıx 5 verir mənfi 8-i. Bərabərdir 32-yə. İndi məchullar bir tərəfə, məlumlar digər tərəfə. 4x bərabərdir 32 üstəgəl 8, yəni 40. X də bərabərdir 40 bölü 4, yəni 10. Cavab C bəndi. 58-ci test. X kubu üstəgəl 27 bərabərdir 0. Tənliyinin həqiqi kökünü tapın. Məchullar bir tərəfə, məlumlar digər tərəfə. X kub bərabərdir mənfi 27 və kuba yüksəlmənin tərs əməli kub kök almadır. Buradan alırıq ki, x bərabərdir 3-cü dərəcədən kök altında mənfi 27. Biz bilirik ki, mənfi 27 mənfi 3-ün kubudur. Odur ki, kökün dərəcəsi ilə kök altı ifadənin qüvvət üstü eyni olduğundan 3'lər ixtisar gedir, qalır mənfi 3. Yəni, bu tənliyin həqiqi kökü mənfi 3'dür. 59-cu sual. M parametrinin hansı qiymətində mx kvadratı üstəgəl x çıxılsın 8m üstəgəl 4 bərabərdir 0 tənliyinin köklərindən biri 2 olar. Deməli, x1 2'dir və bizdən də m-i soruşur. M bərabərdir sual. Tənliyin kökü onu doğru ədədi bərabərliyə çevirən qiymət nə deyilir? Yəni, x-in yerinə tənlikdə 2 qoya bilərik. M vurulsun 2'nin kvadratı üstəgəl 2 çıxılsın 8m üstəgəl 4 bərabərdir 0. 2'nin kvadratı 4, deməli elədir 4m üstəgəl 2 üstəgəl 4 bizə verər 6'nı. Burada çıxılsın 8m də var, bərabərdir 0. 4m çıx 8m verər bizə mənfi 4m-i. 6'nı da əks işarə ilə digər tərəfə köçürsək, alarıq mənfi 6. Buradan da m bərabərdir mənfi 6 bölünmüş mənfi 4. Cavab da eləyir 1,5. Cevap A bəndi. 60-cı test. M parametrinin hansı qiymətində mx kvadratı üstəgəl x çıx 6m üstəgəl 4 bərabərdir 0. Tənliyinin köklərindən biri 1'dir. M sual. Yenə də x-in yerinə 1 qoyuruq. M vurulsun 1'in kvadratı üstəgəl 1 çıx 6m üstəgəl 4 bərabərdir 0. 1'in kvadratı 1, 1'i hansı ədədə vursaq elə həmin ədədin özü alınır. Deməli, m üstəgəl 1 üstəgəl 4 bizə verir 5'i. Çıxılsın burada 6m də var idi. Bərabərdir 0. M çıx 6m eləyir mənfi 5m. Bu 5'i isə digər tərəfə, bərabərliyin digər tərəfinə köçürsək, əks işarə ilə köçməlidir, olur mənfi 5. Buradan da m bərabərdir mənfi 5 bölü mənfi 5, yəni cavab 1. C bəndi. 61-ci test. 14 üstəgəl x məxrəcdə 8 bərabərdir 2. Tənliyin kökündən 3 vahid böyük olan ədədi tapın. Deməli, x plus 3'ü tapmaq tələb olunur.
Bu tənliyi həll etmək üçün bu tənliyin hər iki tərəfini 8-ə vururuq. 8-ə vursaq, bu tərəfi də 8-ə vururuq, digər tərəfi də 8-ə vururuq. 8-lər ixtisar gedər, qalar 14 plus x bərabərdir 16-ya. Buradan isə x bərabərdir 16 çıx 14, yəni 2. Bizdən tənliyin kökündən 3 vahid böyük olan istəyir, yəni 2-dən 3 vahid böyük olan ədəd isə 5-dir. Cavab C bəndi. 62-ci test. 15 üstəgəl x bölünsün 4 bərabərdir 5. Bu tənliyin kökündən 10 vahid böyük olan ədədi tapın. Yəni, x plus 10-u tapmaq tələb olunur. Yenə də hər iki tərəfi 4-ə vursaq, alaraq 15 üstəgəl x bərabərdir 20-yə. Buradan x bərabərdir 20 çıx 15, yəni 5. X 5-dirsə, onda 5-dən 10 vahid böyük olan ədəd 5 üstəgəl 10, 15 eləyər. Cavab A bəndi. 63-cü test. (2002) çıxılsın 1002 x bərabərdir 1000. Tənliyini həll edin. Xətti tənliyidir. Məchullar bir tərəfə, məlumlar digər tərəfə. Mənfi 1002 x bərabərdir 1000 çıxılsın 2002 mənfi 1002 x bərabərdir mənfi 1002 x də bərabərdir mənfi 1002-ni mənfi 1002-yə böləndə cavab 1. B bəndi. 64-cü test. X üstəgəl 0,5 bərabərdir 0,7-yə. Əvvəlcə yadımıza salaq ki, 0,7 saf dövr onlu kəsirdir və saf dövr onlu kəsiri adi kəsirə çevirmək üçün məxrəcdə dövrdə olan rəqəmlərin sayı qədər 9 yazırıq. Yəni dövrdə burada bir rəqəm var, ona görə bir dənə 9 yazdıq məxrəcdə. Surətdə isə dövrdəki ədədi yazırıq, yəni 7-ni. Deməli, bu 9-da 7 deməkdir. Onda məchul toplananın tapılma qaydasına görə cəmlə məlum toplananın çıxmaq lazımdır. Yəni 9-da 7 çıxılsın. 0,5 isə 10-da 5 deyib, onu da ixtisar eləsək 5-ə, qalır 2-də 1. Bunu isə ortaq məxrəcə gətirməklə həll edə bilərik. Ortaq məxrəc 18, birinci kəsirin tamamlayıcı vuruğu 2, ikinci kəsirin tamamlayıcı vuruğu 9. Onda alırıq ki, 18-də 14 çıxılsın 9. 14-dən də 9 çıxanda qalar 5, deməli 18-də 5. X oldu 18-də 5. B bəndi. 65-ci sual. Yenə xətti tənlidir. 0,8 x çıxılsın 0,9 bərabərdir 0,3 x üstəgəl 0,6. Məchullar bir tərəfə, məlumlar digər tərəfə. 0,8 x çıxılsın 0,3 x bərabərdir 0,6 üstəgəl 0,9. 0,8 x-dan 0,3 x çıxanda 0,5 x qalar. Bərabərdə 0,9-un üstünə 0,6 gəlsə, eləyər 1,5. X-i də tapmaq üçün 1,5-i 0,5-ə bölürük. Surət və məxrəcdə vergüldən sonra eyni sayda rəqəm olduğundan vergülləri ata bilərik. 15 bölünmüş 5, 10 cavabı 3 eləyir. Deməli, cavab oldu 3. Y bəndi. 66-cı. Ədədin üzərinə özünün 30%-ni və 36 əlavə etdikdə 205 alınır. Həmin ədədi tapın. Həmin ədədə x deyək. X-in üzərinə həmin x-in 30%-ni, yəni x vur 30 bölü 100 və 36 əlavə etdikdə 205 alınır. Buradan alırıq ki, x üstəgəl 0,3x bərabərdir 205 çıxılsın 36. 1,3x bərabərdir 205-dən də 36 çıxsaq
qalar 169. İndi x-i tapmaq üçün 169-u 1,3-ə bölmək lazımdır. Surət məxrəci 10-a vursaq, kəsirdən, vergüldən azad olarıq. Ona vuraq, onda alırıq ki, məxrəcdə 13, surətdə 1690. 169 13-ə tam bölünür və 1690-ı da 13-ə bölsək 130. Deməli, həmin ədəd 130-dur. 67-ci test. 2 vurulsun, modulda x minus 4 bərabərdir 11-ə. Bu tənliyi həll etmək üçün hər iki tərəfi 2-yə bölək. Qalarıq modulda x minus 4 bərabərdir 11-i də 2-yə bölsək 5,5. İndi modulun tərifinə görə hansı ədədin modulu 5,5-dir? Mənfi 5,5 və müsbət 5,5-in. X minus 4 bərabərdir mənfi 5,5 və ya x minus 4 bərabərdir müsbət 5,5. Birinci tənlikdən alarıq ki, x bərabərdir mənfi 5,5 üstə gəl 4. Yəni, x bərabərdir mənfi 1,5. İkinci tənlikdən də alarıq ki, x bərabərdir 5,5 üstə gəl 4. Yəni, x bərabərdir 9,5. Beləliklə, cavablar mənfi 1,5, 9,5. Cavab B bəndi. 68-ci test. A parametrinin hansı qiymətində 3 vurulsun 4a üstəgəl x mötərizə bağlandı, çıxılsın 4 bərabərdir 4a vurulsun 3x minus 1 tənliyinin sonsuz sayda həlli var. Sonsuz sayda həll. Hanı soruşur bizdən? Tənliyə fikir versək, burada məchulumuz x-dır, a parametrdir. X-in dərəcəsi 1-dir. Deməli, mötərizələri açıb x-ları bir tərəfə yığmaq lazımdır. Mötərizələri açsaq, 12a üstəgəl 3x çıx 4 bərabərdir 12ax çıx 4a. X-ları bir tərəfə yığsaq, 3x çıx 12ax bərabərdir. Qalanlarını bərabərliyin digər tərəfinə yığırıq. Mənfi 4a var idi, yazdıq. 12a x işarə ilə keçir bu tərəfə. Mənfi 4 də əks işarə ilə keçir bu tərəfə. Olur üstəyirdir. Deməli, burada biz 3x-i mötərizə xaricinə çıxarta bilərik. Mötərizənin içərisində qalır 1 çıxılsın 4a. Burada isə sadələşdirsək, 4 çıxılsın 16a yazmaq olar. Ki, buradan da 4-ü mötərizə xaricinə çıxarda bilərik. Buradan da 4-ü mötərizə xaricinə çıxartsaq, mötərizənin içində qalır 1 çıx 4a. Bu tərəfdə isə 3 vurulsun 1 çıx 4a vurulsun x. X axırda yazdım. İndi xətti tənlik, bir məchullu xətti tənlik bilirik ki, 0 vurulsun x bərabərdir 0 şəklində olanda sonsuz sayda həlli olur. Deməli, biz artıq bu tənliyi bu formaya gətirmişik. Deməli, bu da 0 olmalıdır. Eyni zamanda burada 0 olmalıdır. Bunun üçünsə, deməli, 1 çıx 4a bərabərdir 0 olmalıdır. Buradan da alırıq ki, mənfi 4a bərabərdir mənfi 1-ə, a da bərabərdir mənfi 1 böl mənfi 4, yəni 4-də 1. Bu isə cavablarda Y bəndidir. 69-cu test. A-nın hansı qiymətində A-5 vurulsun x bərabərdir 15 tənliyinin həlli yoxdur. Yəni, boş çoxdur, həllər çoxdur. Yenə də yadımıza salsaq, bilirik ki, xətti tənlikdir. Xətti tənliyin 0 vur x bərabərdir B şəklində olanda, haradakı B sıfırdan fərqlidir. Bu halda onun həlli olmurdu. Deməli, burada da x-in əmsalı
0 olmalıdır. Yəni a minus 5 0 olmalıdır. Buradan da alırıq ki, a bərabərdir 5. Həqiqətən də a bərabərdir 5 olduqda həllik düşür 0 vurulsun x bərabərdir 15 şəklinə ki, bunun da həlli yoxdur. Yəni cavab oldu B bəndi. 70-ci testə baxaq. X minus 4 modulda bərabərdir x plus 3. Bu tənliyi deyir həll edin. Bu tənliyi həll etmək üçün hər tərəfi kvadrata da yüksəldib həll etmək olar və yaxud da ki, modulun tərifindən də istifadə edib tənliyi həll etmək olar. Amma burada kənar köklər alına bilər. Bir şey nəzərə almaq lazımdır ki, modulun bərabər olduğu ifadə heç vaxt mənfi qiymət ala bilməz. Çünki modul məsafə idi. Gəlin biz modulun tərifindən istifadə edək. Deməli deyirik ki, ya bu modulda x minus 4 çıxır, x minus 4 bərabərdir x plus 3 və ya x minus 4 bərabərdir mənfi x plus 3. Buradan da alarıq ki, məchulları bir tərəfə, məlumları bir tərəfə yığsaq, 0x bərabərdir 7, bunun həlli yoxdur. Buradan isə mötərizəni açsaq, bərabərdir mənfi x çıx 3. Məchulları bir tərəfə, məlumları digər tərəfə yığsaq, 2x bərabərdir 1 alarıq. Buradan da x bərabərdir 2-də 1 və həllin yoxlanmasına aparırıq. Həllin yoxlanmasında x-in yerinə 2-də 1 qoyduqda modulun içində 2-də 1 çıx 4 bərabərdir 2-də 1 üstəgəl 3. 2-də 1-dən 4 çıxanda mənfi 3 tam 2-də 1 eləyir. Deməli, modulun içindəki mənfi 3 tam 2-də 1-dir. 2-də 1-in üzərinə 3 gəldikdə bu da 3 tam 2-də 1 eləyir. Və modulda mənfi 3 tam 2-də 1-dən də elə 3 tam 2-də 1 çıxır. Doğrudur. Deməli, cavab oldu 2-də 1. 2-də 1 isə elə 0-dan 10-da 5 deməkdir. Yəni, cavab oldu Y bəndi. Qeyd edeyim ki, bunu yenə də hər tərəfi kvadrata yüksəltməklə də həll etmək olardı. Burada yazaq birinci üsul. İkinci üsulda burada göstərək. İkinci üsulda belə hər tərəfi kvadrata yüksəldək. Hər tərəfi kvadrata yüksəlsək, onda modul atılar. Alınır x minus 4-ün kvadratı bərabərdir. X plus 3-ün kvadratı. Mötərizələri açsaq, x kvadratı çıx 8x üstəgəl 16 bərabərdir. Burada da x kvadratı üstəgəl 6x üstəgəl 9. Bərabərliyin hər iki tərəfində eyni toplanan varsa onu atmaq olar. Hər iki tərəfdən x kvadratlar islah olunur. Məchulları bir tərəfə, məlumları digər tərəfə yığsaq, mənfi 8x çıx 6x bərabərdir 9 çıx 16. Buradan alırıq ki, mənfi 14x bərabərdir mənfi 7-yə. Buradan isə x bərabərdir mənfi 7 böl mənfi 14. Bu da bizə verir müsbət 2-də 1-i. Yenə də həllin yoxlanmasını aparmaq lazımdır və həlli də bayaq yoxladıq ki, doğrudur. 2-də 1 bu tənliyi ödəyir. Ona görə cavab 2-də 1. Hər iki üsulla həll edə bilərsiniz. 71-ci test. 71-ci testdə belə bir kvadrat tənliyidir. X kvadratı çıx 8x üstəgəl 15 bərabərdir 0. Bu tənliyi üçün köklər əgər x1 və x2-dirsə, onda x1 bölünmüş x2 üstəgəl x2 bölünmüş x1. Bu cəm tapmaq tələb olunur. Bu ifadənin qiymətini tapmaq tələb olunur. Təbii ki, əgər köklərdən danışırsa, ilk ağlımıza gələn Viet teoremidir. Amma ondan əvvəl bu tənliyi, xüsusi bu tənliyi üçün kökləri axı burada demək daha rahatdır. Viet teoreminə görə köklərin cəmi 8, köklərin hasili 15-dirsə, yəni Viet teoremini yazsaq bunun üçün. x1 üstəgəl x2 8, x1 vur x2 isə 15-dir. Və buradan da biz asanlıqla köklərin 3 və 5 olduğunu ala bilirik. Yəni x1 3, x2 5-dir. Onda burada rahat yerinə qoyardıq. x1 bölünmüş x2 üstəgəl x2 bölünmüş x1 bizə verir nəyi? 3 bölünmüş 5 üstəgəl 5 bölünmüş 3'ü. Və bunu da
eyni məxrəcə gətirərək hesablaya bilirik. 15-də 9 üstə gəl 25. 9-un da üstünə 25 gələndə 34. Bu isə 2 tam 15-də 4 deməkdir. Yəni cavab A bəndi. Burada ədədləri tapmaq çox rahat oldu. Tam ədədlər idi, tənliyin kökləri tam ədədlər olduğu üçün bu üsulla rahat gedə bildik. Amma ümumiyyətlə biz burada ikinci üsul necədir? V terimindən də istifadə edə bilərdik sona qədər. Yəni köklərin özünü müəyyənləşdirmədən bu ifadəni ortaq məxrəcə gətirməklə x1, x2 ortaq məxrəc surətdə olurdu x1-in kvadratı üstəgəl x2-nin kvadratı. Və sonra surətdə x1 üstəgəl x2 mötərizənin kvadratı çıxılsın 2x1, x2 yazsaq, məxrəcdə x1 vur x2-dir. Bayaq dediyimiz V teoriminə görə, yəni V teorimini artıq bir dəfə yazmışıq burada. Həmin o teoremə görə biz deyərdik ki, x1 üstəgəl x2 8-dir, oldu 8-in kvadratı, çıxılsın 2 vur, x1 vur x2 də 15-dir. Məxrəcdə də 15. Və sonra hesablayırıq. 15-də 64 çıx, 30, bu da elədir 15-də 34, yəni 2 tam 15-də 4. Cavab oldu A bəndi. Hansı üsulla eləyirsinizsə eləyin. Bu qapalı test olduğu üçün əsas düzgün cavabdır. 72-ci testə baxaq. 72-ci testdə də eyni qayda ilə yenə də x kvadratı çıxılsın 6x üstəgəl 5 bərabərdir 0. Bu tənliyin kökləri x1 və x2-dirsə, x1 bölünmüş x2 üstəgəl x2 bölünmüş x1. Düzdür, burada da köklər tam ədədlərdir. Kökləri tapıb burada yerinə qoyub hesablamaq olar. Amma mən yenə də V terimindən istifadə etmək istəyirəm. Ortaq məxrəcə gətirsək bu ifadəni, ortaq məxrəc x1, x2, birinci kəsrə tamamlayıcı vuruq x1-dir, ikinci kəsrə tamamlayıcı vuruq x2-dir. Onda surətdə olar x1-in kvadratı üstəgəl x2-nin kvadratı. O da bərabərdir. Məxrəc yenə x1, x2 olduğu kimi yazaq. Surətdə isə x1 üstəgəl x2 mötərizənin kvadratı çıx 2 x1, x2. Yəni köməkçi təsərrüf müəyyənliyinə görə. Buradan isə V teorimini bu tənlik üçün yazsaydıq, deyirdik ki, x1 üstəgəl x2 bu tənlik üçün əks işarə ilə götürülmüş ikinci əmsal, yəni 6, x1 vur x2 isə sərbəst həddir, yəni 5-dir. Onu da yerinə qoysaq, alırıq 6-nın kvadratı, çıxılsın 2 vur 5, məxrəcdə isə 5. 36 çıx 10, elədir 26. 26-nı da 5-ə bölsək, 5 tam 10-da 2. Yəni cavab oldu A bəndi. 73-cü test. Üç vurulsun x minus 2 mötərizənin kvadratı bərabərdir 2 vurulsun x minus 1 mötərizənin kvadratı çıx 2. Bu tənliyin kökləri hasilini soruşur. Bu tənliyi mötərizəni açsaq, kvadrat tənliyə gələndə əvvəlcə mötərizənin kvadratına görə açaq. Alırıq x kvadratı çıxılsın 4x üstəgəl 4. Təsərrüf müəyyənliyinə görə 2 vurulsun digər mötərizəndə təsərrüf müəyyənliyinə görə x kvadratı çıx 2x üstəgəl 1 yaza bilərik, çıxılsın 2. İndi mötərizənin kənarındakı əmsalı vurub açaq. Alırıq 3x kvadratı çıx 12x üstəgəl 12 bərabərdir 2x kvadratı çıx 4x üstəgəl 2 çıx 2. 2 çıx 2 əks ədədlər olduğu üçün cəmi 0-a bərabərdir. 2x kvadratını bərabərliyin digər tərəfinə köçürsək 3x kvadratı çıx 2x kvadratı verər bizə x kvadratı. Mənfi 4x-i də bərabərliyin digər tərəfinə köçürsək
olur mənfi 12x üstəgəl 4x. O da bizə çıxılsın 8x verir və burada üstəgəl 12 də var. 12 bərabərdir 0. İndi bizdən nə istəyirdi? Köklərin hasilini. Yəni x1 vur x2-ni istəyirdi. Viet teoreminə görə isə bu 12-yə bərabərdir. Cavab oldu B bəndi. Eyni qayda ilə 74-cü testə baxa bilərik. 74. 3 vurulsun. Bu mötərizəni kvadrata yüksəldək, açaq. Alırıq x kvadratı üstəgəl 4x üstəgəl 4 bərabərdir. 2 vurulsun. Burada da bu mötərizəni kvadrata yüksəltsək, x kvadratı üstəgəl 2x üstəgəl 1 mötərizə bağlandı. Üstəgəl 4. İndi mötərizənin kənarındakı ədədlərə vursaq, alarıq 3x kvadratı üstəgəl 12x üstəgəl 12 bərabərdir. Mötərizəni açsaq yenə 2x kvadratı üstəgəl 4x üstəgəl 2 üstəgəl 4. Bərabərliyin bir tərəfindən digər tərəfinə köçürsək, 3x kvadratı çıx 2x kvadratı verər bizə x kvadratını. 12x çıx 4x verər 8x-i. 2 üstəgəl 4 6 eləyir və bu 6-nı əks işarə ilə bərabərliyin digər tərəfinə köçürsək, 12 çıx 6, bu da verir bizə müsbət 6-nı. Bərabərdir 0. Burada da tənliyin kökləri hasilini soruşur. Yəni x1 vur x2. Yenə də Viet teoreminə görə 6-ya bərabərdir. Cavab oldu D bəndi. 75-ci sual. 75-də kəsr rasional tənlikdir. Yəni artıq məxrəcdə dəyişən var. Yazaq tənliyi. 5 çıxılsın. Surətdə 2x plus 6 məxrəcdə x minus 2 bölünsün 2 bölünmüş x minus 2 bərabərdir 0. İlk başdan deyək ki, əgər məxrəcdə x minus 2 iştirak edirsə, deməli x minus 2 fərqlidir 0 olmalıdır. Əks halda bu kəsrin mənası olmazdı. Yəni x 2 ola bilməz. İndi isə bölməni vurmaya çevirəcək. Deməli 5 minus 2x plus 6 bölünmüş x minus 2 vurulsun bu kəsrin tərsi. Yəni 2-də x minus 2 bərabərdə 0. İxtisar x minus 2-lər getdi. Qaldı 5 çıxılsın. Məxrəcdə 2. Surətdən isə 2x plus 6-dan 2-ni mötərizə xaricinə çıxartsaq, mötərizənin içərisində x plus 3 qalar. Bərabərdə 0. Burada da bu 2-ləri ixtisar apara bilərik. Alırıq 5 çıxılsın mötərizədə x plus 3 bərabərdir 0. Buradan da 5 bərabərdir x plus 3 ala bilərik. Buradan isə x bərabərdir 2 alırıq. 2 isə kənar kökdür. Çünki 2 məxrəcə 0-a çevirirdi. Deməli, bu tənliyin kökü yoxdur. Burçuqluq A bəndi. 76-cı test. Eyni qayda ilə 7 çıxılsın. Birinci kəsri olduğu kimi yazaq. Hətta birinci kəsrin surətində 3-ü mötərizə xaricinə çıxarta bilərik. Məxrəc x minus 5-dir. Surətdə oldu 3 vurulsun x plus 2. Bölməni vurmaya çevirək. Vurulsun. Surətlə məxrəc yerini dəyişir. 3-də x minus 5 bərabərdir 0. Yenə də x minus 5-lər ixtisar getdi. 3-lər də ixtisar getdi. Qaldı 7 çıxılsın mötərizədə x plus 2 bərabərdir 0. Buradan da 7 bərabərdir x plus 2 yaza bilərik. Buradan isə asanlıqla görürük ki, x bərabərdir 5-ə. Lakin məxrəcdə x minus 5 olduğu üçün əvvəlcədən biz deməliydik ki, x minus 5 0-dan fərqli olmalıdır. Yəni x 5 ola bilməz. Dəyişənin mümkün qiymətlər çoxluğuna daxil deyil x-in 5 qiyməti. Deməli, onda bu tənliyin kökü yoxdur. Çünki aldığımız bu cavab kənar kök oldu. Cavab boş çoxluq. 77-ci test.
2 vurulsun x plus 3 mötərizənin kvadratı bərabərdir x plus 2 mötərizənin kvadratı üstəgəl 34. Böyük kökünü soruşur. Mötərizəni açırıq, əvvəlcə kvadrata yüksəldək. 2 vurulsun x kvadratı üstəgəl 6x üstəgəl 9 bərabərdir. Digər mötərizəni də kvadrata yüksəltsək, x kvadratı üstəgəl 4x üstəgəl 4 üstəgəl 34 də var burada. İndi burada mötərizəni açsaq, 2-ni vuraq mötərizənin daxilindəkilərin hər birinə. 2x kvadratı üstəgəl 12x üstəgəl 18. Bərabərliyin sağ tərəfindəki bütün toplananları əks işarə ilə sol tərəfə köçürək. Çıxılsın x kvadratı, çıxılsın 4x. 4 üstəgəl 34 bu 38 verir və bunu da əks işarə ilə digər tərəfə köçürsək, çıxılsın 38 bərabərdir 0 alarıq. İndi oxşar hədləri islah eləyək. 2x kvadrat çıx x kvadrat verir bizə x kvadrat. 12x çıx 4x verir müsbət 8x. 18 çıx 38 bu da verir mənfi 20-ni. Bu tənliyi Viet teoreminə görə də həll etmək olar. Vuruqları ayıraraq da həll etmək olar. Viet teoremini yazsaq bunun üçün x1 üstəgəl x2 bərabərdir mənfi 8-ə. x1 vur x2 isə bərabərdir mənfi 20-yə. Bu şərti ödəyən ədədlər mənfi 10 və müsbət 2-dir. Deməli, köklərdən biri mənfi 10-dur, digəri isə müsbət 2-dir. Və bizdən də burada bu tənliyin böyük kökünü soruşduğu üçün cavab 2 götürürük. B bəndi. 78-ci sual. 2 vurulsun mötərizədə x üstəgəl 3 mötərizənin kvadratı çıxılsın 34 bərabərdir x üstəgəl 2 mötərizənin kvadratı. Burada tənliyin kiçik kökünü soruşur. Yenə də əvvəl kvadrata görə açaq. X kvadratı üstəgəl 6x üstəgəl 9 mötərizə bağlandı. Çıx 34 bərabərdir. Digər tərəfi də təsəvvür meynilliyinə görə açaq. X kvadratı üstəgəl 4x üstəgəl 4. Burada mötərizəni 2-yə vuraq, açaq. Alırıq 2x kvadratı üstəgəl 12x üstəgəl 18 çıx 34 bərabərliyin sağ tərəfindəki bütün toplananları əks işarə ilə sol tərəfə köçürək. Çıxılsın x kvadratı, çıxılsın 4x, çıx 4 bərabərdir 0. İndi isə oxşar hədləri islah edə bilərik. 2x kvadrat çıx x kvadrat verir bizə x kvadratını. 12x çıx 4x verir müsbət 8x-i. 18 çıx 34 çıx 4. Mənfi 34 ilə mənfi 4 verir bizə mənfi 38-i. Mənfi 38 bu da müsbət 18 verir mənfi 20-ni. Yenə də bu tənliyi Viet teoremi ilə həll etmək olar. Cəmi mənfi 8 hasili mənfi 20 olan ədədlər biz dedik ki mənfi 10 və müsbət 2-dir. Deməli, onda bu tənliyin köklərindən biri mənfi 10, biri müsbət 2-dirsə, onda və bizdən kiçik kökü soruşur mənfi 10 D bəndi. 79-cu sual. Kəsrin məxrəci surətindən 16 vahid böyükdür. Surətinə x desək, onda məxrəc surətdən 16 vahid böyük, yəni x plus 16 olur. Və bunu ixtisar etdikdən sonra 5-də 4 alınırsa, biz də bilirik ki, ixtisar etdikdən sonra ona bərabər kəsr alınır. Deməli, onda belə bir tənasüb alırıq. Və tənasübün əsas xassəsini bura tətbiq etsək, kənar hədlərin hasili, yəni 5 vur x, bərabərdir orta hədlərin hasilinə, yəni 4 vurulsun x plus 16-ya.
Buradan ise 5x beraberdir 4x plus 64. Məchulları bir tərəfə, məlumları digər tərəfə köçürsək 5x çıx 4x qalar x. X bərabər 64 alırıq. Beləliklə əvvəlki kəsir 64 bölünmüş 64 üstəgəl 16. Yəni 64 bölünmüş 80'dir. Ve bu da cevap C bəndi oldu. 80. test. X plus 2 vurulsun x plus 4 beraberdir x plus 2. Bu tənliyin kökləri cəmini soruşur. Yenə də bu tənliyi bir neçə üsulla həll edə bilərik. Yəqin ki, siz də deyirsiniz ki, x plus 2 hər iki tərəfdə varsa, onda hamını bərabərliyin bir tərəfinə köçürüb, x plus 2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxartmaq olar və sonra hasilin sıfıra bərabər olması şərtindən istifadə edərək tənliyin iki kökünü tapa bilərik. Amma mən mötərizəni açıb, kvadrat tənliyə gətirəcəm və Viet teoremi ilə bunu həll etmək istəyirəm. Mötərizəni açırıq, alırıq x kvadratı. Mötərizəni açarkən bilirik ki, deməli, hər bir həddi x-i x-a vururuq, x-i 4-ə vururuq, sonra 2-ni x-a, sonra da 2-ni 4-ə vururuq. Bu işləri görək. Deməli, x kvadratı üstəgəl 4x, üstəgəl 2x, üstəgəl 8. X plus 2'ni də əks işarə ilə verək bərabərliyin digər tərəfinə. Alırıq, oxşar hədləri islah edək. X kvadratına oxşarı yoxdur, qaldı. 4x üstəgəl 2x elədi 6x, çıx x elədi 5x. Deməli, x kvadrat üstəgəl 5x, 8 çıx 2 isə müsbət 6 verdi. Bərabərdir 0. İndi bu tənliyin kökləri cəmini Viet teoreminə görə deyə bilərik. Köklər cəmi əks işarə ilə götürülmüş ikinci əmsaldır. Cevap -5. Y bəndi. 81. test. Analogudur. Deməli, x minus 3 vurulsun x plus 2 bərabərdir x minus 3. Yenə də köklər cəmini soruşur. Yenə də eyni işi görək. Deməli, mötərizəni vurub açıram. X kvadrat üstəgəl 2x çıx 3x çıx 6 bərabərdir. Daha doğrusu x minus 3'ü də əks işarə ilə verək bərabərliyin digər tərəfinə. Olur çıx x üstəgəl 3 bərabərdir 0. X kvadratına oxşarı yoxdur, qaldı. 2x çıx 3x verir -x. Burada da bir də -x var. Oldu -2x. -6 üstəgəl 3 isə -3'ü verir. Bərabərdir 0. Bizdən bu tənliyin kökləri cəmini soruşur. Yenə də Viet teoreminə görə deyirik ki, x1 üstəgəl x2 bərabərdir. Əks işarə ilə götürülmüş ikinci əmsal. Yəni müsbət 2. B bəndi. 82. test. 82'də 5x minus 4 vurulsun x üstəgəl 8 bərabərdir 0. Köklər cəmini soruşur. Mötərizəni açıb Viet teoremi ilə də gəlmək olar və yaxud da ki, bu tənliyi həll edirəm. 5x minus 4 bərabərdir 0 və ya x plus 8 bərabərdir 0. Buradan alıram 5x bərabərdir 4. Yəni x bərabərdir 4 böl 5. Buradan isə x bərabərdir -8. İndi köklər cəmini soruşdu. 5'də 4'ün üzərinə -8 gəlirəm. Və bu da verir bizə -7 tam 5'də 1. Yəni -7 tam 10'da 2. Cevap B bəndi. 83. test. P parametrinin hansı qiymətlərində bu tənliyin kökləri qarşılıqlı tərs ədədlərdir? Tənliyin kökləri, yəni x1 və x2 qarşılıqlı tərsdirlərsə, deməli onda onların hasili 1'ə bərabər olmalıdır. Viet teoreminə görə isə onların hasili -3p plus 4'ə bərabərdir. Deməli, bu bərabərdir 1 olmalıdır. Yenə deyirəm, x1 vur x2 Viet'ə görə C böl A'dır. Bizdə C'nin yerində -3p plus 4'dür. A isə 1'dir.
Deməli, onda bu 1'ə bərabər olmalıdır. Buradan mənfi 3p bərabərdir 1 çıx 4, yəni mənfi 3. P də bərabərdir 1 olduğunu alırıq. Cavab A bəndi. 84-cü test. P parametrinin hansı qiymətində bu tənliyin kökləri qarşılıqlı tərs ədədlərdir. Yenə də qarşılıqlı tərs ədədlərdirsə, deməli x1 vur x2 qarşılıqlı tərs ədədlərin hasili 1'ə bərabərdir. Viyyətə görə isə köklərin hasili sərbəst həddə bərabər olmalıdır çevrilmiş kvadrat tənlikdə. Deməli, bu 2p plus 5'dir. 2p plus 5 1'dirsə, buradan da alırıq ki, 2p bərabərdir 1 çıx 5, yəni mənfi 4. P bərabərdir mənfi 2. Bu da oldu, cavab D bəndi. 85-ci testdə tənliyin kökləri cəmini soruşur. O tənliyin elə bir-bir həll eləyib tapmaqda olar. Mötərizəni açıb V teoreminə görə də gəlmək olar. Kökləri tapaq, hasilin 0'a bərabər olması şərtindən istifadə edirəm. Ya birinci vuruq 0'dır, ya da ikinci vuruq 0'dır. X minus kökdə 10 bərabərdir 0. Buradan da x bərabərdir kökdə 10 alıram. Və 2 kök aldım. 1'i 0, 1 də kökdə 10. Bunların da cəmi 0 üstəgəl kökdə 10 elədir. Kökdə 10 A bəndi. Eyni qayda ilə 86-cı testdə köklərdən birini alıram 0, digərini isə x minus kökdə 5 bərabərdir 0 tənliyini həll eləyərək x bərabərdir kökdə 5 alıram. Yenə də bunların bu dəfə hasilini soruşur. Köklərin hasili 0 vurulsun kökdə 5 eləyir 0. Yəni, cavab oldu A bəndi. 87-ci testdə A parametrinin hansı qiymətində x kvadrat çıx 12x çıx A bərabərdir 0 tənliyinin 2 bərabər kökü var. Kvadrat tənliyin nə zaman 2 bərabər kökü var? Bilirik ki, kvadrat tənliyin köklərinin sayı diskriminantdan asılıdır. Diskriminantın işarəsindən asılıdır. Diskriminant müsbət olarsa 2 müxtəlif kök, diskriminant mənfi olarsa həqiqi kök yoxdur. Diskriminant 0 olarsa 2 bərabər kökü var. Deməli, onda bu tənlikdə əgər köklər bərabərdirsə, x1 bərabərdir, x2'dirsə, buradan alınır ki, diskriminant 0 olmalıdır. Diskriminant isə b kvadratı çıxılsın 4ac düsturuna görə olur mənfi 12'nin kvadratı, yəni 144. Çıxılsın 4 vur A vur C. A'nın yerində 1'dir, C'nin yerində mənfi A'dır. Onda olur üstəgəl 4A. Bunu 0'a bərabər eləsək, 4A bərabərdir mənfi 144. Buradan isə A bərabərdir mənfi 36 ala bilərik. Cavab oldu Y bəndi. 88-ci testə baxaq. M parametrinin hansı qiymətlərində bu tənliyin 2 bərabər kökü var. Yenə də 2 bərabər kök varsa, deməli diskriminant 0 olmalıdır. Diskriminantı da tapmaq üçün b kvadratı çıxılsın 4ac düsturundan istifadə eləyək. Burada A'nın yerində 1'dir, B'nin yerində mənfi 2m'dir, C'nin də yerində mənfi m-2 mötərizəsidir. Sonra D bərabərdir mənfi 2m'in kvadratı çıxılsın 4 vur 1 vur mənfi m-2. Bu isə bərabərdir 4m kvadratı. Bu mənfi vurulanda üstəgəl eləyir. 4 vurulsun m-2. Mötərizəni də açsaq 4m kvadratı üstəgəl 4m çıx 8 və 2 bərabər kök olduğu üçün diskriminantı 0'a bərabər eləməliydik. Belə bir kvadrat tənliyə gəldik və bu kvadrat tənlikdə m istəyir. Hər iki tərəfini 4'ə bölək. Bütün əmsallar 4'ə bölündüyü üçün alırıq m kvadratı üstəgəl m çıx 2 bərabərdir 0. Bu tənliyi isə vuruqları ayıraraq da eləmək olar, yenə Viyyət teoremi ilə də eləmək olar. Cəmi mənfi 1, hasili mənfi 2 olan 2 ədəd, mənfi 2 və müsbət 1'dir. Deməli, köklərdən biri mənfi 2'dir, bir də müsbət 1'dir. Onda alırıq cavab
Y bəndi. 9-cu test. 73'ü hansı natural ədədə bölmək lazımdır ki, n-ə bölmək lazımdır. Qismət böləndən 3 vahid böyük. Deməli, bölənə n dediksə, qismət n plus 3. Qalıq isə böləndən 4 vahid kiçik olsun. Bölənimiz 4n-dirsə, deməli, onda qalıq n minus 4. Qalıqlı bölmənin düsturuna görə bölünən bərabərdir. Bölən vurulsun natamam qismət. Üstə gəl qalıq. Mötərizələri açaq. N kvadratı plus 3n. Üstə gəl n çıx 4. Çıx 73 bərabərdir 0 yaza bilərik. Buradan da n kvadratı üstə gəl 4n çıx 77 bərabərdir 0. Bunu isə diskriminantla da həll etmək olar və yaxud vurğulara ayırmaqla və yaxud ki, V teoremi ilə həll edib tapırıq ki, köklərdən biri mənfi 11-dir, digəri isə müsbət 7-dir. Mənfi 11 kənar kökdür, çünki n natural ədəd olmalıydı. Deməli, n 7-dir. Həllin yoxlanması. 73-ü 7-yə bölsək, natamam qismət 10, qalıq isə 3 alınır. Həqiqətən də natamam qismət böləndən 3 vahid böyük oldu, qalıq isə böləndən 4 vahid kiçikdir. Deməli, cavab oldu 7. Y bəndi. Eyni qayda ilə 90-cı testə baxaq. 90-cı sual. 87-ni hansı ədədə bölmək lazımdır ki, hansı natural ədədə, həmin natural ədədə n-lə işarə eləyək. Qismət böləndən 2 vahid böyük olsun, yəni qismət n plus 2 olsun. Qalıq isə böləndən 1 vahid kiçik olsun. Yəni, n-dən 1 vahid kiçik oldu n minus 1. Yenə də eyni qayda ilə qalıqlı bölmənin düsturuna görə bölünən bərabərdir. Bölən vurulsun natamam qismət. Üzərinə gəlirik qalığı. Mötərizəni açıb oxşar hədləri islah etdikdən sonra 2n-dən n elədi 3n. 87-ni də digər tərəfə köçürsək, çıxılsın 88 bərabərdir 0. Eyni qayda ilə buradan da köklərdən birini alırıq ki, mənfi 11-dir. Digəri isə müsbət 8-dir. Mənfi 11 natural olmadığı üçün bu kənar kökdür. Deməli, cavab 8-dir. Yenə də həllin yoxlanmasını apara bilərik. 87-ni 8-ə böldükdə natamam qismətdə 10, qalıqda isə 7 alınır. 10 8-dən 2 vahid böyükdür, 7 də 8-dən 1 vahid kiçikdir. Deməli, cavab 8 ödəyir. B bəndi. 91-ci sual. 91-ci sualda x-in hansı qiymətində x kvadratı çıxılsın 2x çıx 7 3 ədlisi 8-ə bərabər olur. Bu kvadrat tənliyə getirilir. X kvadrat çıxılsın 2x, 8-ə əks işarə ilə bu tərəfə versək, olur çıxılsın 15 bərabər 0. Bunu da V teoreminə görə həll eləsək, alırıq ki, köklərdən biri müsbət 5-dir, digəri isə mənfi 3-dür. Və bizdən də bu cavabları istəyirdi. 5 və mənfi 3. Mənfi 3 və 5 D bəndi. 92-ci sual. 2 çıxılsın x böl 3 mötərizənin üstündə mənfi 1 bərabərdir mənfi 2. Biz bilirik ki, a üstü mənfi 1 bu elə 1 böl a deməkdir. Yəni, mənfi üslü qüvvətin tərifinə görə. Onda, madam ki, a üstü mənfi 1, hər hansı bir mənfi bir ədədə bərabərdir. Məsələn, tutaq ki, 5 olsun. Onda bu 1 böl a bərabərdir 5 deməkdir. Onda buradan da alıram ki, a elə özü 5-in tərsinə bərabərdir, 5 də 1-ə. Onda burada da biz deyərik ki, 2 minus x böl 3 elə bərabərdir 1 bölünmüş mənfi 2-yə. Yəni, mənfi 2 də 1-ə. Buradan da məşğulları bir tərəfə, məlumları digər tərəfə köçürsək, 2 üstə gəlir. 2 də 1 bərabərdir
x bölü 3. Yəni 2 tam 2-də 1 və yaxud da ki 2-də 5 də yaza bilərik. 2-də 5 bərabərdir 3-də x. Bunun da hər tərəfini 3-ə vursaq, alarıq ki x bərabərdir 2-də 15-ə. 2-də 15 isə 7,5-dir. Deməli, x bərabərdir 7,5-ə. Cavab oldu C bəndi. Həmin qayda ilə biz digər test eləyək. 93-ü. 93-də 3 çıxılsın x bölü 6 üstü -1. -1-ə bərabərdirsə, deməli onda bunun tərsi bunun tərsinə bərabərdir. Bunun tərsi isə 3 çıx x bölü 6-nın özüdür. -1-in də tərsi ilə öz eləyir. -1. Yenə də məchullar bir tərəfə, məlumlar bir tərəfə köçürtsək, alırıq ki 4 bərabərdir x bölü 6-ya. Buradan da x bərabərdir 24 alırıq. Cavab oldu 24. D bəndi. 94-cü suala baxaq. 94-də 3 çıxılsın 0,5 x mötərizənin üstü -1 bərabərdir 2. Bu tənliyi həll edin. Bu tənliyi həll etmək üçün yenə də hər iki tərəfin tərsini yazırıq. 3 minus 0,5 üstü x bərabərdir 2-nin tərsi eləyir 2-də 1. Yəni 0,5. Məchullar bir tərəfə, məlumlar digər tərəfə köçürsək, 0,5 x bu tərəfə keçsin, müsbət olsun. 2-də 1-i də bu tərəfə köçürsək, 3 çıx 2-də 1 eləyər 2 tam 2-də 1, yəni 2,5. Buradan isə x bərabərdir 2,5 bölünmüş 0,5, yəni 5. Cavab elədi Y bəndi. 95-ci sual. 2x minus 1 mötərizənin üstündə -1 bərabərdir 0,5. Eyni qayda ilə hər iki tərəfin tərsini yazıram. 2x minus 1 bərabərdir 0,5 2-də 1 deməkdir. 2-də 1 isə 2 üstü -1 deməkdir. Deməli, onda bu bərabərdir 2. Buradan da alırıq ki 2x bərabərdir 3, x isə 1,5 olduq alırıq. Deməli, cavab oldu C bəndi. Beləliklə, bu testin izahını da tamamladıq. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Davamı növbəti videoda olacaq. Qaçırmayın. Uğurlar sizə.